Hamıya salamlar deyirəm. Bugün yanımızda təzə kitabı ilə Riza Talibi vardı. Xoş gəlibsiz Riza bəy. Biraz kitabınızla bağlı bizə bilgi verə bilərsiniz başlamaq üzrə və bu neçənci kitabınızdır, yayımlayırsınız? Salamlar, herkesi salamlayıram. Bütün izleyiciler ve dinleyiciler ve sizden de teşekkür ederim beni davet ettiğiniz için. 12. kitaptır. Bu məşrutə hakkında bir çalışmadır. Özellikle etnik meselesi üzerinde ve habele orada çatışmalar, yani toplumsal çatışmalar üzerinde bir meydani araştırmadan ziyade daha çok akademik ve arşivlere dayanan ve bir nevi bir bakışla girizgahı sosyoloji olarak bir kitaptı. Yani bu 12. kitabımız oldu. Elbette məşrutəni qapsayan özellikle demək olar ki bu 4. kitaptır. Yani mən həm 1915 kitabında bu erməni meselesinde məşrutə hakkında bir bölüm ve hatta bir pasajdan daha çok buna bakmıştım. Ayrıca hem Əhməd Ağaoğlu'nun İran ve Məşrutə kitabının çevirmesinde ve hem de Mirzə Bala Məmmədzade'nin İran ve Ermənilər ki o dönemde yazılan ve bir nevi demək olar ki risale şeklinde yayımlanan her iki kitapta çevirmesinde məşrutəni qapsayan bir baxışla beraber geçmişlerde olan Ağaoğlu ve Rəsulzadə ve hatta demək olar ki Mirzə Balanın baxışlarını o şekilde çevirip ve yansıtmıştı. Bu kitap aslında bu kitabı bir məqalə olarak mən bir akademik məqalə olarak bir həkəmli dərgiyə sunmuştum ama çox gəldiği için dediler ki bunu azadım ve mən azaltmaq yerine daha bunu çoxaltmağa qərar verdim ve onu kitap şeklinde İstanbul'da Doğu Kütüphanəsində bunu yayımladıq. Təəssüflə demək olar ki, bu kitap sahəsində daha çox bilimsel ve elmi araştırmalar kitapları çox məqbul görünmür və genelde çox şeir ve ədəbiyyat demək olar ki, vitrini ve piyasası gündemde olduğu için onlar daha çok məqbul görünür ve bunların yeri eksiktir. Özellikle Türkiye və yaxud Azərbaycanda gedən proseslər və akademik çalışmaların içərisində məşrutə üzərində məncə şəxsən olaraq yanlış baxışlar və yaxud heç olmayan yazılar və bitiklər bu çalışmanın bəlkə şəxsim olaraq dəyərini göstərir. Ayrıca bu çalışma sadece tarihsel yani siyasi bir tarihin analizi değil belki rapor şəklində də oradakı gedən fərqli etniklər Azərbaycan türklərindən tutmuş lorlar və s. oradaki olan kimliklər, hatta dini kimlikləri içərisində özlərini tərif edən kitlələri də analiz edibdi və bu anemik yani parçalanmış toplumu yani bir coğrafyanın içərisində necə ədalət, azadlıq və yaxud otokratik bir sistemin değişmesi yani məşrutə ilə şərtlənməsi hakkında öz çıxarları və yaxud bəzən anarşiyə və bilinçsizliyə dönməsi hakkında bir para məlumatı çalışmışıq ki, kağız üzərində gətirir. Sağ olun. O zaman demək olar ki, bu sizin kitabı o birisi məşrutə üstündə yazılan kitaplardan fərqli qılan, siz dediyiniz kimi biri bilimsel olmasıdır ve daha çok şiirden poetik, romantik bakıştan daha çok bilimsel, sosyolojik bir bakışın olmasıdır. Ve bir de dediniz ki bunun yerde yani sahada yapılan araştırmalardan daha çok sosyolojik bir bakıştan yazıpsınız. Sizin kitabınızı o birisi məşrutiyyət hakkında yazılan kitaplardan fərqli qılan başka bir şey var mı qatırdığınız? Bakınız bunu yazarın söylemesi doğru olmaz. Yani kitabı okuyucu təyin eder ki, farklı diğer kitaplardan ve yazılardan necə bir fərqi vardı. Yazar çalışar öz
çalışmasını və öz düşüncəsini kağız üzərinə gətirib. Yəni çalışma bu şəkildə amaçlanmır ki, digərlərindən fərqli olsun. Bəlkə boşluğu görərək o boşluğu doldurmaqla o proses davam edir. Kitab əsasən anayasanın İranda, yəni anayasal sürəcin davam etməsi ilə bərabər toplum və millətləşmə məsələsini açıq ortaya qoyur. İki baxış və iki variantla, yəni bir nəvi maksimalist bir toplum qavramı içərisində necə oradakı ahad və təbaanın özəlliklə dediyimiz şəkildə bu təba necə daha öncədən rəayadan təbaya dönüşməsi və bu təba necə sistemin içərisində iştirakı olması haqqında danışır. Bu iştirak bəzən demək olar ki, bir tərəzi və bir qapan kimi onun ağırlığı bizim tərəfimizə gəlir və bəzən də ağırlığı digər etniklərin tərəfinə gəlir. Ha belə burada məsələ budur ki, etniksel baxış olmayıbdır. Yəni biz sadəcə burada etnik üzərində baxmamışıq. Bəlkə etniklərin o dönəmdəki ölkədə və bölgədə gedən gedişata verdiyi reaksiyalar üzərindən danışılıb. Yəni məşrutəni özəlliklə bu günlərdə də onun gününü yaşayırıq. Yəni Murdad ayında imzalaması ilə bərabər iki baxışı burada dəyərləndirməklə bunlara baxmışıq. Birincisi baxış budur ki, məşrutə genəldə bir şərt qoymaq və padişahın, sultanın və ya zillullahın ki, onun eyni şəkildə, eyni proseslər Osmanlıda xəlifəyə qarşı davam edən, qarşı və yaxud paralel davam edən iki baxış vardı. Bir baxışı budur ki, bu məşrutə türklərin xandanlığın və türklərin burada silsiləvi şəkildə egemenliyini dəyişdirmək amacı ilə ortaya gəlmiş. Birisi də bu idi ki, türklər özləri egemen olan, yəni genetiğe işləyən bir kurucu kimlik, yəni ünvanında dırnaq arası deyirəm, kurucu kimlik olan türklər özlərini islah etməyə və hətta padişaha, Əncümənhay İyaləti, özəlliklə Təbrizdəki yazılan məktubat bu Nasirəddin Şah dönəmindən və yaxud geçsin Məhəmməd Əli Şah dönəminə uzanan bu silsiləvi məktubatda özlərini islah etməyə və padişahın daha çox uzun sürəli və uzun vadəli hükümdarlığına kömək etmək amacıymış. Bu iki baxış genəldə İranda vardı. Bunun genəldə iki baxışın bir parası İslahatçılar ünvanındakı Cumhuriyyətə müncər olur. Rza Şah dönəmində bu Cumhuriyyə müncər olur ki, bu məşrutə ilə heç bir əlaqəsi yoxdur. Bunu indi məsələ səltənət tələblər bir nəvi bunu məşrutəyə bağlılar və onun təməlini məşrutə görürlər. Bundan cumhuriyyətçilərin heç bir əlaqəsi yoxdur. Bir baxımda məşrutəçilərdir, yəni şərt qoymaq. Hakimiyyəti məhdudlaşdırmaq, hakimiyyəti daha çox xalqın denetimin altına gətirməklə bərabər bir anayasanın yazılmasıdır. Təbii ki, o dönəmdəki konseptə baxdığımız zaman və yaxud bölgədəki gedən konjektora baxdığımız zaman hər hansı bugünkü istəklərimiz və yaxud onların qabarmasını istəmək də bir nəvi çox yersiz ola bilirdi. Çünki bugün baxışı ilə məşrutəni o dönəmdə həm anayasa və ya hətta mütəmmimini Məhəmməd Əli Şah dönəmində analiz etdiyimiz zaman sistemdə ölkədə olan gedişatdan ziyadə daha çox Avropaya yaxın, daha çox Belçikaya yaxın və 5-ci Cumhuriyyət Fransaya yaxın anayasanın ortaya gəlməsi idi və hətta bunun əsas təməli böyük bir gözlüklə baxdığımız zaman buna görə bilirik ki, Osmanlı imperiyasında gedən gedişatda çox-çox etkili buraxıbdır. Bu Osmanlıda gedən gedişat xəlifənin məhdudlaşması və özəlliklə İslami kisvənin ona girməsi bunu tamamilə etkiləmişdir. Bu iki baxış bərabərlə biz bunu çalışmışıq ki, bu gedən gedişat anayasal sürəcində etniklərin necə etkiləri olmuşdur və yaxud Azərbaycan olaraq, yəni bunun binövrəsində olan türklər olaraq bu anayasada necə bir etkiləşim içərisində olmuşlar. Ha belə görürük ki, bəzi yerlərdə təəssüflə, yəni meydana gələn, yəni prosesin tamam sonucuna gələn bu etkiləşim çox zəifləşir. Ancaq ondan öncəki etkiləşim özəlliklə
Mirzə Nəsrullah xan məsələ Müşiruddovlu Nainidən tutub ta Sipəhsalardan tutubdu ta Müstəşarüddovlə və Əbdürrəhim Talbov və hətta Axundovun yazılarını, bunların hamısını bundan sonra Nazımül İslami Kirmani və dənə-dənə bu insanları ki, tamamilə İstanbul etkisində qalıb və hətta Məlkəmxana da baxdığımız zaman və yaxud bu devlət içərisində gedibdi, özəlliklə Sipəhsalar və Əmir Kəbirin etkisinə baxdığımız zaman görürük ki, oradakı neo-Osmanlılar və yaxud demək olar ki, Namıq Kəmaldan tutub və ya Midhət Paşanın etkisindən ziyadə və hətta Ziya Gökalpın etkisindən ziyadə bir nəvi daha çox qərbə yaxın olan və daha çox liberal düşüncəni burada mənimsəyib və oradakı bir nəvi seçilərək bəzi Osmanlı etkilərini bunun içərisində görürük ki, hətta İttihat-ı Tərəqqi dövründə və İttihat-ı Tərəqqinlə bir nəvi oradakı olan cümbüşlərin və qalxışmaların bir-biri ilə irtibatları olmağı təəssüflə o qədər ki, Osmanlıda məşrutənin sistem üzərində etkisi olmuşdu, sonuçları İranda təbii ki, olmamış. Bu bir baxışın içərisində digər baxış da hələ məşrutənin davam etməsidir və məşrutə hələ bitməmişdir. Məşrutə təbii ki, indiyə qədər də sonuç verməmişdir, amma digər baxış onun sonucunun Cumhuriyyət yaranması bir nəvi ki, olmadı Rıza xan dönəmində və o şəkildə bir növ Pəhləvi padişahlığın yaranması ilə bərabər məşrutiyyəti başarısız bilmişdir. Bu baxış, başda söylədiyim baxış məşrutiyyətin hələ davamını söylür və ona başarısız və ya başarılı olma ehtimalı məncə hələ zəifdir demək olmaz və beləcə davam edir. Sağ olun. Bu etnik məsələsi üstündən mən davam etmək istəyirəm və sizin məşruiyyət inqilabından İrandakı fars olmayan millətlərin rolu ilə bağlı və özəlliklə Azərbaycanlıların rolu ilə bağlı nə deyə bilərsiniz? Bunu soruşmaq istəyirəm və özəlliklə o dönəmdə Azərbaycanlılar Azərbaycanlı kimliyi ilə inqilabda iştirak edirdimi? Baxınız, o dövrəmdəki rical dediyimiz və yaxud İrandakı siyasi elitanın genəldə ən çox etkisi və təsiri alan Qafqaz və İstanbuldur. Və bu Qafqaz və İstanbula yaxın olan bölgə və onlarla sürəkli gedib həm ticari baxımından, həm də bilimsel və yaxud digər ilişkilər baxımından Azərbaycan ön sıradaydı. Və bunlar da islahatı və reformların hamısını bu şəkildə Avropaya ən çox yaxın olan və etkiləşimi olan Qafqaziyadan və Osmanlıdan alırdılar. Hər halda islahatın və ya reformun ilk başlarında və onun təməlində sadəcə məşrutiyyətə bağlı deyil və ya ondan öncə də, məşrutiyyətdən öncə də, yəni Azərbaycan konseptinin içərisində əgər Qacarı da dəyərləndirsək, Nasrəddin Şah dönəmindən başlanmışdır. Əlbəttə, bu reformla və hətta bizim dediyimiz məsələ, anayasanın əsası Nasrəddin Şah dönəmində bir heyətin yaranması ilə bərabər başlanmışdı. Yəni, Şah ilk öncə bu məsələləri Avropaya gedib və ya Osmanlıda gedib bunları gördükdən xalq bundan öncə davranmadan başlamışdı bir para islahatı etsin və ondan sonraki bu islahat Osmanlıda başladı və bu reformlar oldu. Hətta Əmir Kəbir kimi insan 4 sənəlik məsələ İran heyətində Ərzurumda qalaraq, Osmanlıda qalaraq birəbir gözü ilə bu islahatın necə gəlişməsini şahid oldu. Əlbəttə, o dönəm Osmanlı Avropadan birazcıq geridə qalmışdı və Avropa daha çox bu məsələlərdə, reformlarda və demokratiyada gəlişirdi. Amma o etkilər və hamısı etkilər Azərbaycan aracılığı ilə Tehrana gəlirdi. Çünki bir köprü vasitəsilə bunları axtarırdı. Əncüməni Səadətin özəlliklə İstanbulda yaranması Azərbaycan tacirləri vasitəsilə və o tərixlə Təbrizə pulları göndərməsi və çapxanalarda, Təbrizin çapxanalarında bu məsələlər açıq-aşkar xalqa sunulması və yaxud əyaləti əncümənlərin, özəlliklə Təbriz əncüməni ki, bir nəvi onun verdiyi məktublar, mən daha öncə də işarət etmişəm ki, çox sərt bir məktubla şaha məktub yazaraq ki, əgər sən bu islahata və reformlara
başlamasa bu şəkildə Azərbaycan tək başına bunu iqdam edər və orada da millət olaraq, millət Azərbaycan, bu rəsmi şəkildə Hüseyn Aryanın da yazdığıdır və hətta adəmiyyətin də işarə etdiyi bir məsələdir. Bu şəkildə özü başlayacaqdı bu reformlarda və yaxud səni oradan götürməyə qədər də bir gücü vardı. Yəni Darüssəltənənin olduğu yeri, vəliəhtin olduğu yeri bir Azərbaycan, digər bölgələr, Loristan, Bəluçistan və yaxud İsfahan kimi Zillüssəltənənin olduğu yerdəki daha da çox demək olar ki, indiki dönəmdə bir mərkəz halinə gəlmişdi, daha önəmin taşırdı. İkinci məsələ, Azərbaycan getdikcə Qacarın ortalarında bəzən vergi vermək məsələsi ilə, maliyyat vermək məsələsi ilə və yaxud sistemdə, hökumətdə başarısızlıqlar vasitəsilə ikinci dərəcəyə çevrilərdi. Bəzi xulyalar vardı ki, düşünürlər ki, biz Qacar hakimiyyətini tənqid edərsək, bir nəvi Türk kimliyinə bir həqarət etmişik, yəni Türk kimliyi onu bir qudsiyyət verir. Bu qudsiyyət və qudsallıq qaldırıldı. Özəlliklə məşrutənin istədiyi də buydu ki, Azərbaycanda padişahdan, sultandan qudsiyyət qaldırılsın. Necə ki, xəlifəlik Osmanlıda bunu qaldırılsın və bu qudsiyyət qaldırdıqdan sonra daha çox modern bir hakimiyyətin istəsində ictimai ədalət olsun. Əgər bir bölgə daha çox ixracat edir, daha çox ürətir, daha çox əkində, tarımcılıqda öndədir. Özəlliklə Azərbaycan kimi o dönəmin qəllat demək olar ki, tahıl deposu idi. Buranın vergi verməsi ilə bərabər daha çox oraya baxılsın, amma bu baxılmırdı. Özəlliklə Qacar dönəmində atıram məsələ Şiraz Fars əyaləti qəvamlara satılırdı. 5 milyon tüməndən, 6 milyon tüməndən və bu satışlar da davam edirdi. Korrupsiya və fəsad hakimiyyətin içərisində çox yüksək dərəcədə idi. Azərbaycanlı insanlar Əmir Kəbir və ya Qaiməqam Fərahanını es keçərək ki, onlar da təbii ki, Türk kökəni olub, Təbrizdə eğitim görmüşlər. Çoxlu zəif insanlar hakimiyyət və ya sədrəzəm və yaxud məclis və şahın və sarayın ətrafına girişə bilirdilər. Əlbəttə, şah demək olar ki, türkü dilinə ehtimam göstərməsi, sultanla görüşməsi ilə sonra və ondan sonra demək olar ki, Osmanlı'la daha yaxşı ilişkiləri qurmağı geçici bir sürədə eləyə bilər bu mövzunun əhəmiyyətini yazıda olaraq sadəcə bəlirsin. Amma genəldə Azərbaycan geçmiş kimin öz əhəmiyyətini əldən vermiş. Ona görə daha çox bu Azərbaycanlılar ki, dünya ilə və özəlliklə Qafqaziyada irtibatdaydılar. Bunlar çalışdılar ki, hakimiyyətdə bir dəyişikliklə eləsin. Yəni, Axundovun orada təsiri və yaxud Əhməd Ağaoğlu ki, Şimali Azərbaycandandır və yaxud Rəsulzadənin özü, Mirzə Balanın və digər Əbdülrəhim Talibov bunların kimliyindən asılı olmayaraq, düşüncələrindən asılı olmayaraq yazıları və danışıqları genəldə çox-çox etkilər məşrutədə etkilər bıraxmış. Məsələn, Sipəhsalara biz baxdığımız zaman onun yazdığı raporlar, genəldə çox önəmli raporlar İstanbuldan hakimiyyətə göndərir, Qazara göndərir və bu raporlarla çox ilkin məfahim, məsələ mənfəət, ümumi mənfəət, ammə rəyi, millətin arası, məsələ təba, raya yerinə istifadə edilməsi İrandakı literatura girir. Və hətta orada Mirzə Səidxan Ənsari Xarici İşlər Nazirliyi eqədər bunlardan istiqbal edir ki, sultanın xütbələri də Osmanlıdan və onun nizamnamələri də bunlardan çevrilənir və gəlir İranda bunlar literaturun içərisinə girir. Hətta məşrutənin öz kələməsi də Azərbaycan vasitələri ilə çevrilənib və literaturun içərisinə giribdir. Qacar dönəmində çoxlu şəxsiyyətlər, yəni Azərbaycanlı şəxsiyyətlər, məsələ Abbas Mirzə Məlikara, Qacar şahzadəsidir, Osmanlıya qaçdığı zaman orada o qədər islahatdan və tənzimatdan etkilənir ki, orada başlayır yazmağa və bunların hamısını axtarır. Yazılar bütün Əncüməni Səadət və yaxud Əxtərdə yazılan yazılar və yaxud Mirzə Tahir Təbrizlinin qurduğu orada o konsept tamamilə göndərilir Təbrizə və Təbriz vasitəsilə
İranda yayınlanır. Mesela bu dönemde de Xəbirülmülk var. İran konsolosluğunun generalıdır burada İstanbul'da. Seyid Cemal Əsədabadi ilə görüşmələri və orada yazışmaları və orada sultanla bir-biri ilə əlaqələri girməli, Məcdülmülk kimi insanlar və sürekli diplomatlar sürekli bunları Azərbaycanlı olaraq diplomatlar axtarırlar hakimiyyətin içərisində. Buna görə həm Azərbaycanın və həm daha maksimal baxdığımız zaman Türk faktoru Qacar hökumətində çox etkilidir ki, bunların bir növrə birisi İstanbul'dur, birisi də Qafqazya və bu Qafqazyada da Bakı və Tiflisdir. Yəni Bakıda olan həm işçilər vasitəsilə, çünki minlərcə Azərbaycandan, Təbrizdən gedib işçilər neft zavodlarında və ya fabrikalarında çalışanlar və bu tərəfə para göndərənlər, orada tanışanlar, sendikalar yaradanlar və oradakı insanlarla etkiləşim içərisindəkində oradakı fikriyatları, oradakı ədalət sistemini İranın içərisində axtarmaqda çox-çox önəmli rolları var. Təbii ki, bunları daha çox uzatmayacağım. Yəni bunu keçib Məşrutədə Səttarxan, Bağırxan və yaxud Tehrana getməkləri və digər etniklər, özəlliklə lorlar və ya şimallılarla birgə şəklində Tehranı ələ keçirmələri bunu da göstərir ki, onda ki, Azərbaycan sonuç mərhələsində, yetişməsi mərhələsində bunun meyvənin yetişmə və barın alması məsələsində yenə də orada yenilgiyə uğruyor. Yəni bu hamısının ortaya gətirib qoyması, yəni bu dominonu düzməkdə sonuncu dominonu Azərbaycan heç bir zaman yerə endirəmədi və tamamilə o Atabay Parkında və ya Atabək Parkında meydani şəkildə yenildiyi ilə bərabər akademik və literatürdə də yenilir. Yəni Tağizadə, Seyid Həsən Tağizadə və yaxud Mirzə Məlkəmxan, Pirniya və Ağaxan Kirmanının yazdığı və hətta bizdən olan Axundovun yazdıqları Məşrutənin literaturunun dönüşməsində bizim özümüzün heç bir yeri olmadı. Yəni ədalət içərisində ictimai ədalət, bu ictimai ədalət sadəcə kastlara və təbəqələrə bölünərək oradakı kimliklər və oradakı əzilən kəsim olaraq Azərbaycan toplumuna heç bir zaman yansımadı. Bunlar halbuki özləri də türkdülər və fərqli-fərqli baxışları da var idi, amma bunlar heç biri yansımadı. Əgər buna maksimal şəklində, adəmiyyət kimi maksimal şəklində və gələlləmə bir şəklində baxdığımız zaman burada deyir ki, bütün İran burada bir qazanclı oldu və bütün İran bu Məşrutənin başarısında şamil oldu, amma Məşrutədə belədir. Məşrutədə Azərbaycan vardı, Məşrutədə Bəlüçistan yoxdur. Məşrutədə Xorasan yoxdur, Məşrutədə Kürdistan yoxdur. Bunların heç birisi yoxdur. Bunları tək-bətək mən analiz etməyəcəm. Yəni Kürdlər zaten ilk başda Məşrutəyə qarşı savaşırlar və mücadilə verirlər. Və Məşrutəyə qarşı savaşması padişahın və şahın yanında olması deyil, bəlkə şəxsi və bölgesel çıxarları uğrunda. Lorlar zaten tabii ki əşirət sisteminə qaynaqlanan Sərdar Əsəddən sonra, ondan sonra sadəcə padişaha qarşı deyil, bəlkə İngilizlərlə işbirliyi edərək hökuməti ələ keçirməyə çalışırlar. Çünki diş faktorları da, xarici faktorları da sonra danışarıq. Və bunun içərisində ən önəmli məsələlərdən birisi Azərbaycanda türklər və Fars əyalətində, Cənubi əyalətində Qəşqailərdir. Yəni İngilizlərlə bir nəvi savaşan, oradakı müxaliflərlə savaşan, nə bilim, Vüsuqdülə zehniyyəti ilə, Eynüddülə zehniyyəti ilə savaşan bu insanlardır. Necə ki, Söhləti Qəşqainin məhkəməsində orada tanıdırız ki, əgər biz aşağıda olmasaydıq və siz şimalda olmasaydınız Azərbaycanda, bugün sizlərin hamınızın uşaqları sarı saçlı, burada hər hansı bir etnikə dırnaq arası əhanət etmədən onun nə dediyini mən anlatıram. Sarı saçlı və mavi gözlü olurdu. Yəni tamamilə sizin etnikiniz dəyişə bilirdi. Yəni burada sadəcə Qacar hökuməti ilə deyildir, bəlkə dış faktor olaraq özəlliklə İngilizlər və özəlliklə Rusların bunun üzərində çaba göstərib Ruslar daha bir istibdadın yaranmasıyla bərabər Məhəmməd Əli Şahın yanında durmasıyla və sonra da İngilizlər daha çox belə özlərinə maşa taparaq və Qacar hökumətini islah yerinə tamamilə aradan aparıb və öz istədiklərini tamamilə müvəffəq də oldular Rızaxan dönəmində. Bunların ikisinin də mücadiləsini görürük. Yəni bir İslahat düşüncəsidir, reform düşüncəsidir ki, Cumhuriyyə Rızaxanın yanındaydı. Bir dəfə də məşrutə düşüncəsidir. Bunların yanında Ruslar və bunların yanında da İngilizlər vardı. Və bu
dörtgen çemberin içerisinde Azərbaycan bu çemberin içerisinde çıxa bilmədi və təəssüflə yerinə gələn görürük ki, illərdir o dönemde yani Rıza xanım Müəssislər Məclisini qurduqdan sonra da devam edir. Çok sağ olun bu bilgiler için ve sizden bu konuşmaya devam ederek bu çok müzakirə altında olunmuş bir sual soruşmaq istəyirəm və bu da Səttarxan ilə bağlıdır. Sizcə Səttarxan bir xaindir ya bir qəhrəmandır? Baxınız, tarix elə bir şeydir ki, tarixə nə qədər flashback vurduğunuz zaman içində dalarsınız. Bugünkü konjektur və bugünkü baxışlarıyla geçmiş tarixi analiz etmək və bu dualizmlə bərabər getmək, ağ-qara ilə getmək ki, zaten İranın içərisində onu daha çox etkiləyən bu əhrimən, əhura, məzda, ağ-qara sistemi ilə ya yaxşısan, ya pissə. Belə bir tarix dünyada yoxdur. Yəni, tarix qri bir şeydir. Yəni, insanların yaşamından bir pasajı alıb, ya etdiklərindən bir pasajı alıb, onu analiz etmək məncə yanlış bir şeydir. Səttarxan bir kütləvi bir hərəkatın lideri idi. Səttarxan mücadilə verən bir insan idi. Səttarxanı təbii ki, məsələn, Rəsulzadə ona yazdığı məşrutə məktublarına daha da yaxşı baxır, tənqidsel olaraq baxır və hətta orada da tənqidsel olaraq baxırdı. Çünki Səttarxan Təbrizi buraxıb Tehrana getməməli idi. Bu bir ona tənqiddir. Səttarxan demək olur ki, daha çox ətrafındakı insanlarla məşvərət almalı idi. Səttarxan demək olar ki, Təbrizə dönüb baxmalı idi, Nəcəfə dönüb baxmamalı idi. Baxınız, bunların biz indi bunu danışırıq. Amma o dönemdəki xalq, o dönemdəki kültür, o dönemdəki Səttarxanı gətirib bugün sosial mediada, Instagramdakı selebritilərlə və yaxud qəhrəmanlarla qiyaslamaq da doğru deyil. Orada bir Səttarxan və Bağırxan vardı bu hərəkətdə. Tabii ki, bunlar adlarına nə dersiniz desin, bir hərəkətin bir təmsilçisi meydanda olan insanlardır. Səttarxana nə xain demək olar, Səttarxana nə xadim demək olar. Səttarxan bir kütləvi bir hərəkətin lideri idi. Səttarxanı kötüləmək və ya pisləmək tarixdə onun içərisində gedib axtarsacımızla çox şeylər tapa bilərsiniz. Yaxşılamaq və onu övmək üçün də tapa bilərsiniz. İnsanlar elədir ki, tarix istədiyi şəklində eləyə bilər tarixdən analizlər versin. İstədiyi şəklində eləyə bilər onu yorsun. Yəni, hermeneutik şəklində bunlar eləyə bilər ki, Səttarxanı bir devə və Səttarxanı bir pəriyə də çevirsinlər. Mən düşünürəm ki, yəni o meydani hərəkətdə, o boşluqda və o yaranan boşluqda Səttarxandan başqa bir variant yox idi. Yəni meydana gələn və hətta o digər bölgələrdə, yəni onlarda Sərdar Əsəddən başqa bir variant yox idi. Yəni Vəliyullah Tonikabunidən oradakı sonra çöndü, başqa bir variant yox idi. Bunları gəlib xain olaraq demək olar ki, gəldi Qacar hakimiyyətini yıxdı. Qacar hakimiyyətini yıxmaq amac yox idi orada. Orada məşrutənin yaranması. Burada deyərlər, indi sərniquni tələb deyildi Səttarxan. Səttarxan orada bir reformun yaranmasını istirdi. Əgər reformun yaranması istəyən adam gəlib məşrutə deməz. Padişahın ixtiyaratını azaltmaz. Anayasa gətirməz, məclis qoymaz. Bundan sonra tamamilə səltənəti götürər. Rıza xan kimi bunu götürər. Yəni sürekli bir qudsiyyət verib Qacara və bunun qarşısında gəlib danışan insanları da pan-İranist, pan-farsist məərrifi etməklə bu ləkələr silinməz. Tarixin gerçəklərini qəbul etməmiz lazımdır. Qacar hökumətində korrupsiyanı qəbul etməmiz lazımdır. Qacar hökumətində Nasirəddin Şahdakı gedən modernist, Nasirəddin Şahın gedən 50 ilə aşkın, yarım əsr gedən modernist islahatı bunları da görməzdən də gəlməkdə xiyanətdir. Yəni tarixə nə varsa elə baxmamız lazımdır. Səttarxan nə xain idi, Səttarxan nə xadim idi, Səttarxan bəlkə bir kütləvi hərəkatın bir lideri idi. Səttarxan bir iddiaya qəhrəmandır, bir iddiaya bəlkə qəhrəman olmaya bilər, amma tariximizin gerçəyidir. Və bu gerçəkdə sonuca bağlı olaraq qiyaslamamız prosesi, yəni demək olur, oradakı gedən sürəci ləkələməyə də doğru deyil.
Süreç doğru ola bilər, sonuç yanlış ola bilər. Sonuç doğru ola bilər, süreç yanlış ola bilər. Belə baxmamız lazım. Yəni Cəzirəyi adai şəkildə Səttarxana baxmamız lazım. Səttarxan Təbrizdə başqa bir Səttarxandır. Necə ki Pişivəri Tehranda başqa bir Pişivəridir. Pişivəri Bakıya getdiyi zaman başqa bir Pişivəridir. Təbrizdə başqa bir Pişivəridir. Pişivəri cavan var, Pişivəri yaşlı Pişivəri var. Səttarxan da budur. Tehrana getmədən öncə başqa bir Səttarxandır. Tehranda başqa bir Səttarxandır. Ətabək parçında yaralandığı zaman da başqa bir Səttarxandır. Sağ olun. İndiki Azərbaycan Milli Hərəkatının tarixi haqqında danışan bəzi aktivistlər məşrutiyyətdə belə milli hərəkatın köklərinin izlərini görürlər. Misal üçün mərkəziyyətçiliyə qarşı olmaq, vilayət və əlayət əncümənləri kimi məsələlər. Sizcə də milli hərəkatın formalaşmasında o tarixi cığırların rolu olubmu? Baxınız, tarixə iki baxış var. Bir Marksist baxış var. Zaten tarixi bir sürət görür. Ruhu zaman deyilir. Zamanın ruhu görür. Yəni tarix davamlı şəkildə davam edir. Yəni bir monoton şəkildə davam edən bir tarix var. Bir də postmodern tarix var ki, ada şəklində görür. Yəni cəzirəyi şəklində görən bir tarix var ki, heç birisinə əlaqəsi yoxdur. O zaman da olub və bitibdir. Yəni bunun etkisi vardır, amma o qədər də etkisi yoxdur. Bu hansı şəkildə baxmamıza lazımdır. Yəni əgər biz bunu uzatırsaq, tarixi bu şəkildə uzatacaqlar, ona gəlir 3000 il bundan öncə, 4000 il bundan öncəyə də götürə bilərik ki, bu tarixdə məsələ Səlcuqluların və ya İlxanlıların, nə bilim, Marağada və yaxud Təbrizdə qoyduğu şəkildə o Türk bəyliyi və ya Türk törə sistemində indiyəcən gəlib keçib və bizim hərəkətimizin oluşmasına etki bırakıb. Təbii ki, bunların hamısı vardı. İnsanların yedikləri, insanların mühiti, insanların yaşadığı yer, insanların fəzası, insanların qıdalandığı fikirlərin hamısı və eğitim gördüyü zaman nəsil və nəsil genetiğində devam edə bilir. Amma bunun maksimal şəklində də baxdığımız zaman əlbəttə hərəkətlər də bunu təsir qoyur. Amma bilinçsiz şəkildə. Yəni bilinçsiz şəkildə insanlar buna qıdalanır. Nədir o? Budur ki, bir qurucu bir kimliyə sahib olan bir toplum və bu qədər illik egemenlik edən bir toplum, hakimiyyət edən bir toplum bir nəvi gəlib sıxışdırılır bir bölgədə və balaca bölgədə başına vurulur və başına vurulursa bütün imkanları əlindən alınır. Bütün o güclülük meydanda vardı əlindən alınır. Literatürə daha çox pis vəziyyətdə təriflər olunur və onun demək olar ki, qurduğu hakimiyyət başqa bir insanların əlinə keçir. Bunlar təbii ki, normalda küçədə bir xalqdan soruşsa bunu bilməz, amma onun etkilərini hiss edər. Onun demək olar ki, ötəkiləşdirməsini, özünün ötəkiləşdirməsini bunu hiss edər və Azərbaycan hərəkəti də bundan qıdalanaraq yoluna davam edir. Məşrutə olaraq, məsələn, daha çox yaxın digərlərinə, məşrutə də eyni şəkildə Azərbaycandan başlanan bir hərəkətdir. Baxınız, aylar öncə çox insan etiraz elədi İranda ki, Təbriz günü niyə qoyursunuz? Məşrutənin günü Təbriz günü niyə qoyulur? Və hətta onu da sahiblənmək istədilər. Yəni, bunun fikri ki, Azərbaycandakı olan o düşüncə, islah düşüncəsi və reform düşüncəsi özlərinin qoyduğu hökumətə olması da məncə tarixdə demək olar ki, yanlış bir algı farslara oluştura bilər. Bu düşüncə niyə Təbrizdən başladı? Niyə Təbriz hər zaman öncülük edir? Və Təbriz də dediyimiz zaman Təbriz bir şəhər deyil, Təbriz bir məfhumdur. Məfhum dediyimiz zaman o Təbrizdən niyə başladı? Və bu Təbriz niyə istəyir ki, özü öz islahına başvursun? Təbriz niyə öz haqqını istəyir? Təbriz niyə istəyir ki, bu hakimiyyət məşrut olunsun? Təbriz niyə istəyir ki, görüşmələrlə bərabər elə olsun ki, Sultan məsələ Abdüləziz desin ki, gedin orada türkü mədrəsələr qoyun və danışın. Təbriz niyə gəlib vətən dili adında prosesi devam edir. Təbriz niyə istəyir ki, məsələn, Rüşdiyə ilə bərabər ana dilinin oxumağı və yazması devam etsin? Təbriz niyə istəyir ki, birinci çapxana və birinci orada yaranan kitablar yayılsın və İranın hamısına getsin? Təbriz niyə istəyir ki, Əncüməni əyaləti Təbriz bütün İrandakı əncümənlərin başı üstü olaraq onların adına da bəyaniyə verir və bunlar Təbrizin bir liderliği var idi. Təbrizin bir demək olar ki, öncülüğü vardı. Və bunların hamısı bir anda əlindən alınır. Bir anda əlindən alınır və bunu almaqla bərabər gedib Tehranda yenilgiyə uğrur. Necə Pişivəri dönəmində də bunları almaqla bərabər gedib Tehranda yenilgiyə uğrur.
Ondan sonra mühazirətlə bərabər gəlib getdikcə insanların gedib Tehranda asimilə olub, fikri baxımdan asimilə olub, Tehranda yenilgi olub. Və Tehranı özünə zaten bir qara dəlik kimi görən bir Təbriz vardı ki, hər kəs oraya gedib, orada həll olub gedib. Çünki Tehranın bir kimliyi yox. Tehran bir kimliksiz bir şəhərdir. Bütün kimlikləri yox edən bir şəhərdir. Gettolaşmış bir şəhərdir. Eyni şəkildə o zamanda da elədir. Qarışıq bir şəhər Azərbaycan kimliyini yox edirdi. Necə ki, Azər kimliyini də yox edirdi. Buna qarşı olaraq getdikcə həm Məşrutədən sonra, həm Rıza Xanın dönəmindəki özəlliklə onun verdiyi, öz dediyi arasında islahat və onun apardığı bəzi mübarizələr, məsələ o dediyi coğrafiyanı qorumaqla bərabər İngilislərin vasitəsilə ola ya olmuyor. Ona hər hansı bir pozitiv və ya negativ bir dəyər vermirəm. Onun davamcılığı ilə, oğlu Məmməd Rza ilə bərabər İran İslam Respublikasında gəldiyimiz şəkildə İslami bir kimliyin içərisində bunların hamısının əzilməsi bir nəvi bir milli hərəkəti yaradı. Bu milli hərəkət bəlkə bir antropi içərisində ola bilər, anemik bir milli hərəkət ola bilər. Yəni bunu görməkdə də və tərif etməkdə də zorluq çəkə bilir. Amma ortada bir şey var. Yəni bunun adı milli hərəkətdir ya deyil, bəzilərin baxışını deyirəm, öz baxımdan deyil. Amma ortada bir potansiyel var və bir şey vardır. Bunlar bir-birindən də ayrı olsalar, eyni amac, eyni kültür və eyni baskının altında qalan antropik atomlar və ya mülküllərdirlər. Bunların birləşməsi ilə bir milli hərəkət, yəni yaxınlaşdığı zaman bir-birlərinə daha güclü bir milli hərəkət, uzaqlaşdığı zaman da zəif. Amma heç bir zaman bu çərçivə, bu demək olar ki, bu dairənin içərisində olan bu antropi heç bir zaman dağılmır. Bunu oluşduran da demək olar ki, məşrutədən gələn bir genetikadır. Bunu oluşduran da gələnlər minlərcə ildir egemenlik və özünü üstün görən, o baxımda siyasi üstünlüyü görən, qurucu üstünlüyü görən bir oluşumdur. Və getdikcə də İran İslam Respublikasında İslami kimliklə bərabər ona zülm edən, onu demək olar ki, haşiyələrə sürdürən, onu demək olar ki, egemenliyini əlinə alan, onu demək olar ki, coğrafi bölmələrindən daha da çox zəiflətmək və onu mühtac etmək, mühazirətə səbəb etdirməklə bərabər bir milli hərəkət yaranır və bu milli hərəkət bu bütün istəkləri bərabər bunları zaten kanalizə etməkdə zorluq çəkir. Çünki o qədər bir tələb var və o qədər yerinə yetirilməmiş bir tələb vardı, cavablanmamış bir tələb vardı. Ortada belə bir xəstəliklər vardı ki, bunların hamısına bir dərmanla, bir ilacla mübarizə etmək olmaz və bunları kanalizə edib, bunları kategorizə edib və doğru düzgün şəkildə gətirib, mürəttəb edib və bunları mərkəzə göndərməkdə zorluq çəkə bilər. Amma bu anlama deyil ki, milli hərəkət yoxdur. Bu anlama deyil ki, bu hərəkət başarısızdır. Bu anlama deyil ki, bu baskıların altında bunlar tarixlə tamamilə ayrı bir şey, bir göbələk kimin ortada çıxıblar və heç bağları yoxdur. Bunların hamısı bayaq da dediniz, Marksisti baxdığımız zaman, yəni o sürəcdə bir sürəcin genetikasına işləyən davamcılığını görsədir ki, indiki milli hərəkəti yaradıb. Sağ olun. İndi üzərində işlədiyiniz bir araşdırma varmı və ya qabaqda satmağı, nəsr etməyi düşündüyünüz bir kitabınız varmı? Əgər bu bir sır deyilsə, bizimlə paylaşmağı və bizi izləyənlərlə paylaşmağı sevinirim. Estağfurullah. Bizim en son ümid edirəm ki, bu da çıxar. Yəni bu kitabdan öncə biz Asiya Pasifik Stratejiklər Enerji Güvənliyi üzərində bir kitab çıxartdıq. Əlbəttə, mən yazarların biriyəm. 6 yazarla bərabər fərqli universitetlərlə bu çıxdı. Bu kitabdan daha öncə yaxında çıxdı və bir tane də demək olar ki, indiki Məmməd Əmin Rəsulzadənin Nizami kitabının editörlüğünü elədim. 780 səhifəlikdir və bu kitabda yaxınlıqlarda ümid edirəm ki, İstanbulda adını verməyim bir yayın evindən çıxacaqdır. Bu şəkildə bunu davam edirəm. Ümid edirəm ki, gələcəkdəki təbii ki, yarım qalan fəaliyyətlər, çalışmalar vardır ki, hər zaman ki, fürsət edə bilsək, onları doldurmağa və tamamlamağa çalışırıq. Amma indicə bir bu kitab var və bir də zaten Anıl Boranın Türkiyədəki düşüncələr bir kitabı vardı. O, yəni ideolojilər və düşüncələr, bu da yaxlaşıq 1200 səhifəlik bir kitabdır. Onun çevirməsinə cəhd edirik. Əgər o da bitərsə inşallah gününüzü görə bilər yaxınlarda.
Çox təşəkkürlər. Bugün yanımızda İranda Meşrutiyyət devriminin yazarı Rizad Bəy Talibə var idi və bizimlə kitabını paylaşdı. Çox təşəkkürlər Ətək Yazıya və bizim izləyənlərimizə vaxt ayırıb bugün bizimlə beraber olduğunuz üçün Rizad bəy. Çox sağ olun, mən də təşəkkür ederim.